İran İslam Cümhuriyyəti ən həssas və ən kritik günlərini yaşamaqdadır. Ölkənin iqtisadiyyatı artıq çökməkdədir, təvərrüm hər gün çoxalmaqdadır, qiymətlər hər gün artmaqdadır və ölkə əhalisinin əlində olan sərmayələr hər gün dəyərini itirməkdədir. Belə bir vəziyyətdə hər an böyük ictimai, siyasi, iqtisadi etirazlar baş verə bilər, üsyanlar baş verə bilər. Hakimiyyət uzun illər boyu həmişə çalışıbdır bu məsələləri yerli, dibli, köklü həll etmək yerinə, yəni millətin istəklərini vermək yerinə, ölkəni rifaha doğru, azadlığa doğru aparmaq yerinə, millətlərin haqqını vermək yerinə çalışıbdır həmişə bu ictimai, siyasi etirazları sərkub eləsin, bastırsın, çaşdırsın, yönləndirsin və öz baxışına görə özünə zaman qazansın. Bu etirazlar nəticə almasın deyə, nəticə verməsin deyə inqilablar beşiği olan Azərbaycanı, türkləri bu etirazlardan uzaq saxlasın. Türklərin arasında belə bir fikir yayılsınlar ki, Fasların başlatdığı etirazlar bizim etirazımız deyil. Düzdür, Azərbaycan siyasi hədəfləri Faslardan mütəmayizdir, fərqlidir. Ancaq ortaqlıqlarımız da vardır. Yəni biz azadlıq və ədalət milli hökumət stratejik şüarımızdır. Bu şüarın içində elə azadlığı da, ədaləti də Faslara da, türklərə də istəyirik. Ancaq o milli hökumət bölümü ki vardı, təbii olaraq bütün millətlərə, o cümlədən Azərbaycanlılara özəl milli hökumət istəməkdəyik. Onun üçün də, yəni bu mövriddə, yəni özəlliklə bu milli hökumət mövridində Faslarla ixtilafımız var. Ancaq bu ixtilafımıza dayanmışıq, dirənmişik, dirənəcəyik də. Bu deməkdir ki, onlarla yeri gəldikdə ictimai, siyasi məsələlərdə əməkdaşlıq etməyək. Bunu Azərbaycanlıların bir çoxu bilir, başladılar. Onun üçün də hakimiyyət bundan qorxur ki, bu uydurma, bu çaşdırmalar nəticə verməyən və Azərbaycanlılar meydanda olurlar ictimai, siyasi hərəkətlərdə. Belə bir hədəflə ictimai hərəkətlərin baş verdiyi zaman Azərbaycanda bir sıraları tutuqlayırlar, hökmlər verirlər və bir sıraları müvəqqəti gözaltına alırlar ki, başqalarını qorxutmuş olsunlar, qorxu fəzası yaratsın Azərbaycanda və onlar ki, eləyə bilərlər, onların baxışında, hakimiyyətin baxışında hərəkət yola salırlar, onları sıradan çıxartmış olurlar. Mən belə düşünürəm, bizə verilən hökm bu doğrultudadır. Ancaq Azərbaycan milləti də yaxşı bilir, hakimiyyət də yaxşı bilir ki, biz bu yoldan dönən deyilik, bu millətin yoludur, bu azadlıq yoludur və enində sonunda bu millət öz armanlarına, ideallarına çatacaqdır.